Salam, hörmətli müəllimlər və kanalımızın dəyərli izləyiciləri. Fizika müəlliməsi Könül Əliyeva yeni toplu olan elektrik tutumu, elektrik sahəsi enerjisi başlığından sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun yükü, elektrik sahəsinin intensivliyi, enerjisi və enerjinin sıxlığının testlərini izah etməyə çalışacağım. Birinci sualımızdan başlayırıq. Sabit gərginlik mənbəyinə qoşulmuş C tutumlu kondensatorun yükü Q olarsa, həmin mənbəyə qoşulmuş 2 C tutumlu kondensatorun yükü nəyə bərabər olacaqdır? Biz bilirik ki, bizim ilk öncə verilən tərəflərimiz, yəni bax bu ya virgülə qədər ya da nöqtəyə qədər verilən hissələrimiz həmişə bizim birinci tərəflərimizdir. Bundan sonra gələn tərəfimiz isə artıq bizim ikinci hissəmiz olacaq. Yəni bax bu göy hissə, yəni son olan tərəf burası bizim ikinci tərəfdir. İndi buradan verilənlərimizi qeyd edək. Deməli, burada birinci tutumumuz C1-i biz yazırıq ki, C1 bərabərdir C-dən ibarətdir. Buna görə yükümüz də Q1-i də bizə Q şəklində veribdir. Sonra isə ikinci verilən tərəflərimizə baxıram. İkinci tutum bizə verilibdir 2C. Buna görə də deyir ki, ikinci yükümüzü tapacaq. Digər yandan da deyir ki, gərginlik konstantdır. Yəni o dəyişməyəcəkdir. Bu belə. İndi başlayıram buna görə mən düsturumuzu yazmağa. Biz bilirik ki, bax bu ifadələrə görə yük olsun, tutum olsun və gərginlik. Buna görə bizim düsturumuz belədir də Q bərabər idi. C U-dan ibarətdir. Buradan da görürəm ki, yük tutumla düz asılıdır. Yəni istəyirsə nisbət qoy, ya da istəyirsən birbaşa yaz. Q2-nin Q1-ə nisbəti bərabərdir C2-nin C1-ə nisbəti. C2 tutumumuz 2C-dir. C1 isə C-dirsə, bunun yerinə 2C, C1-in də yerinə C qoysaq, C-lər ixtisar olunacaq. Nisbət 2-yə bərabər olacaqdır və oradan da Q2-ni tapanda bu 2 Q1 olacaqdır. Birinci yükümüz də bizə Q verildiyinə görə onda cavab buradan 2Q olaraq sualımızın cavabı bir də B variantına gedəcəkdir. Və yaxud da bunu belə. Gördüyün kimi yük tutumla düz asılıdır. Yəni Q1-in Q-dirsə, onda Q2 isə tutumla düz asılı olduğu üçün bu da olacaqdır 2Q, ya da bunu birbaşa belə də yaza bilərsin. Və ya da nisbətlə. İndi ikinci suala baxıram. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorun gərginliyinin lövhələr arasındakı asılığı nə cürdür? Bax, sabit gərginlik mənbəyinə qoşulmaq deyirsə, gərginlik dəyişməyəcəkdir. Yəni o konstantdır. Əgər o, yəni gərginlik sabitdirsə, hansısa hərf sabitdirsə, konstantdırsa, o heç bir fiziki qiymətdən asılı olmayacaqdır. Yəni 2C variantına gedir. Amma əgər desəydi, sabit gərginlik mənbədən ayrılmış, onda o konstant olması yük konstant olardı. Onun da asılılığı olardı. Amma indi deyir ki, gərginlik mənbədən yeni qoşulubdur. Yəni U-muz bizim konstantdır. Deməli, U gərginlik dəyişməyəcəkdir. Heç bir fiziki qiymətdən də asılı olmayacaqdır. 3-də. Yenə eyni sual sabit gərginlik mənbəyinə qoşulub. Deməli, bizim gərginliyimiz sabitdir. Biz bilirik ki, həmişə düsturlar tapılanda düsturların içində sabit hərflər həmişə olmalıdır. Sonra isə deyir ki, kondensatorun enerjisi lövhələr arasındakı məsafədən asılığı necədir və lövhələrin sahəsi sabitdir. Bir yandan da ikinci fiziki cəmiyyəti bizə verir, sabitdir. Bu deməkdir ki, bax bu iki hərf, yəni iki fiziki cəmiyyət düsturumuzda olacaqdır. İndi elektrik sahəmizin enerjimizin əsas düsturlarından biri. Əgərlərin gərginliyi sabitdirsə, bu düsturu həmişə yazırıq. CO-nun kvadrat bölünsün 2, paralel birləşmə. Yəni bu gərginliyimiz sabitdirsə, bunu yazırıq. Və yaxud da əgər yük sabitdirsə, onda elektrik sahəmizin enerjimizin bu düsturunu yazırıq. Q kvadrat bölünsün 2-ni yazacaq. İndi də gərginlik sabit verdiyinə görə biz bu ifadəni götürəcəyiz. Sonra burada bizə fikir verin, müstəvi hava kondensatordur. Harada ki, müstəvi kondensator danışırsa, onda tutumun yerinə bax biz bu ifadəni yazacaq. Epsilon 0 vurulsun S bölünsün D-ni yazacağım və burada 2U kvadratı var. İndi baxıram, sabit hərf sahəmiz sabit idi, gərginlik sabit idi. İkisi də durur yerində. Deməli, doğru düsturumuzu təyin etmişik. İndi isə baxıram, elektrik sahəsinin enerjisi məsafə ilə tərs asılıdır. Tərs asılığımızın da qrafiki 3-də Y variantıdır. Dördüncü sualımızda burada yenə deyir ki, bizə sabit gərginlik mənbəyinə qoşulub. Bu deməkdir ki, düsturumuzun içində, yəni gərginlik mütləq sabit olmalıdır. Biz də görürük ki, buradan gərginliyin asılılıq qrafikini verir. Deməli, onda gərginlik heç bir fiziki qiymətdən asılı olmur. Cavab B variantına gedəcəkdir. 5-ci sualımıza baxaq. 5-də sabit gərginlik mənbəyinə qoşulmuş, yəni U
konstantdır, dəyişmir. U'nun sabit olacaqdır. Deyim də ona görə U'nu soruşursa U dəyişməz. Ya A'nı ya B'ni götürəcəm. Yəni buradan C, D, Y variantlarını götürməyəcək. Bu böyle iki variant arasında kalıram. Sonra deyir ki bizə buradan müstəvi kondensatorun lövhələr arasındakı dielektrik nüfuzluluğunu 2 dielektrik doldurduqda kondensatorun yükü və gərginliyi necə dəyişəcək? Dielektrik nüfuzluğunu doldurduqda yəni əlavə etdikdə bu artım deməkdir. İndi baxıram yükümüzün düsturu Q bərabər C U-dan ibarətdir. Müstəvi kondensatordan söhbət gedirsə, onda biz C-nin yerinə həmişə epsilon 0 vurulsun S bölünsün D-ni yazıram. Bir də bunun önündə gərginliyi də var. Bunu da buraya köçürtürük. İndi biz nə görürük? Görürük ki buradan dielektrik nüfuzluğu yük ilə düz asılıdır. İndi dielektrik nüfuzluğunu artırıblar, yəni doldurduqda dielektriki, onda yük də o qədər 2 dəfə artacaq. Çünki düz asılıdır axı. Buna görə 2 dəfə artar və gərginlik dəyişməz 5 A variantına gedəcəkdir. 6-cı sualı yazmaq istəyən 5-ci sualımızın izahına baxsın. Eyni şərtlərdir. Sadəcə birini artırırlar, birini azaldırlar. Yine sabit gərginlik mənbəyinə qoşulmaq deyirsə, gərginlik dəyişməz. Ya cavab B, ya da cavab D olacaqdır. Digər variantlar təbii ki, yanlışdır. Deməli, digər variantlar A, C-yi yanlışdır. Bizim baxacağımız variant B və D olacaqdır. İndi yenə düsturumuz Q bərabər. Bax, bu ifadən ibarətdir. Gördüyümüz kimi yük dielektrik nüfuzluğu ilə düz asılıdır. Burada deyir ki, dielektriki çıxartdıqda bu ifadə çıxartmağı nə kimi qəbul edirik? Çox, yoxsa azmış kimi? Əlbəttə azaltmaq kimi qəbul edir də. Çıxartdıqda nədir? Nədənsə bundan çıxır da azalır. Deməli, dielektrik nüfuzluğu azalırsa, nə qədər 2 vahid 2 dəfə azalırsa, deməli yük onunla düz asılı olduğu üçün yük də 2 dəfə azalır və 6-cı sual D variantıdır. 7-yə baxaq. Sabit gərginlik mənbəyinə qoşulmuş. Bu deməkdir ki, bizim gərginliyimiz dəyişməyəcəkdir, konstantdır. Yəni yazacağımız düsturun içində gərginlik olmalıdır. Daha sonra müstəvi kondensatorun lövhələr arasındakı məsafə 1,2 dəfə azaldıqda, gəl bunu da qeyd edək. Məsafəni deyir ki, bu 1,2 dəfə azalır. Oxumuzu aşağı doğru qoyuram və elektrik sahəsinin enerjisinin sıxlığı necə dəyişəcəkdir? Biri var, elektrik sahəsinin enerjisi belə W yazılır da. Amma enerji sıxlığı elə bir külək bunu üfürüb sola tərəf, bu sola tərəf əlir. Bax, bu enerji sıxlığımızdır. Enerji sıxlığı nəyə bərabərdir? Elektrik sahəsinin enerjisi bölünsün həcmdən ibarətdir. Bax, biz bu elektrik sahəmizin enerjisini yerinə nə qoya bilərik? Gərginlik sabit verdiyinə görə bunun yerinə qoyacağım C-U'nun kvadratı bölünsün 2. Bu ifadə elektrik sahəsinin enerjisinin düsturudur. Sonra burada qalır həcm. Həcmin də yerinə yadında saxla ki, həmişə sahə vurulacaq D, yəni məsafəyə. Bax, həcmin də yerinə S vurulsun D yazıram. Bir də burada müstəvi hava kondensator deyir. Müstəvi hava kondensator deyəndə sən tutumu elə boş-boşuna belə saxlaya bilmərsən. Həmişə tutumun yerinə bu epsilon 0 vur S böl D-ni yazacaq. Yəni indi bunu silirəm. Elə buradan birbaşa C-nin yerinə yazıram onu. Deməli, epsilon 0 vur S bölünsün D-ni yerləşdirirəm. Buradan eyni olan hərflər ixtisar olunur. S-lər ixtisar olunur. Yerdə nə qalır? Epsilon 0 U-nun kvadratı məxrəcimdə 2, D də D-yə vurulanda elədi D-nin kvadratı və buradan da görürəm ki, enerji sıxlığımız məsafə ilə tərs asılıdır, həm də kvadratik şəkildə asılıdır. İstəyirsən gəl bir dənə bu düsturu buradan daha aydın səliqəli yazaq. Deməli, tapdığımız düstur nə cür olur? Elektrik sahəsinin enerji sıxlığı epsilon 0 U-nun kvadratı bölünsün 2 D-nin kvadratından ibarətdir. İndi bizə deyir ki, məsafən 1,2 dəfə azalır. Məsafə azalırsa, enerji sıxlığımız bizim artmış olacaqdır. Artan tərəfi götürəcək. Məsafənin gördüyün kimi burada başı kvadratdır deyə, onda 1,2-ni kvadrata yerləşdirin. 1,2-nin də kvadratı bu 1,44 eləcək. Enerji sıxlığımız 1,44 dəfə artar və bu 7-ci sualımıza cavab A variantına gedəcəkdir. 8-ci sualımıza gəlin baxaq. Mətni tamamlamalı olacaq. Bu tərəflərimizi buradan silək biz. Deməli, elektrik yükü Q-dür. Lövhələrin sahəsi S-dir. Lövhələr arasındakı məsafəmiz də D-dir. İndi oxuyaq. Müstəvi kondensatorun elektrik tutumu. Müstəvi kondensatorun elektrik tutumunun düsturu epsilon 0 vurulsun S bölünsün D-dən ibarətdir. Bizə buradan deyir ki, tutum düz asılıdır. Nədən düz asılı tutum? Epsilona və sahədən düz asılıdır.
Ona göre bizim buna uygun götüreceğimiz cevap burada 2 olacaktır. Sahəli düz aslıdır. Sonra deyir tərs aslıdır. Tərs aslıqda gördüğünüz kimi tutun məsafələ tərs aslıdır. Məsafə burada üçüncü şərtdir. Bunu yerləşdirəcəm. Kondensator aslı deyil. Kondensatorun tutumu nədən aslı deyil? Q bölünsün U'dan. Bax bu ifadələrin aslı deyil. Nə yükdən, nə də gərginlikdən. İndi burada yük verildiyinə görə onda bura yükü yerləşdirirəm. Belə olur. Sonra verilmiş kondensatorun elektrik sahəsinin enerjisi kvadratla düz mütənasib asılıdır. Gəl yazaq bir dənə bu verilən şərtimizi. Elektrik sahəsinin enerjisi verilmiş kondensator deyirsəm və yük də varsa, bax bu düsturu götürürəm. Q'nun kvadratı bölünsün 2s'ni götürürəm və onda gördüyümüz kimi enerji yüklə kvadratik şəkildə asılıdır. O da bizə nədir? Kvadrat ilə düz asılıdır. Deməli, yük kvadratla düz asılıdır. Bura 1 gedəcəkdir. Amma yenə də belə götürək. Bax, elektrik sahəmizin enerjisi gərginlik verilsəydi burada CU-nun kvadratı bölünsün 2'dir. Kondensator tutumdur. Yenə də gərginlik nədən elektrik sahəsinin enerjisi kvadratik şəkildə düz asılı olacaqdır. Sonra digər tərəfdə isə sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun elektrik sahəsinin intensivliyi tərs asılıdır. Deyirik buradan sabit gərginlik mənbəyinə qoşulmuş da. Yəni bizim buradan U'muz konstantdır. Yəni U düsturda olasıdır. Elektrik həmin intensivliyi düsturu da U bölünsün D'dir. Bax, U dəyişmir və görürəm ki, intensivlik məsafələ nə cür asılıdır? Tərs asılıdır. Onda bura biz məsafəni yerləşdiririk. Məsafə isə 3'də olacaqdır. Şimdi baxaq görək buna uyğun gələn ardıcıllıq hansılar olur. Deməli, burada ilk öncə 2 gəlir, 3 gəlir, 1 gəlir. Qeyd eləyək bura 2, 3, 1. Sonra isə 1, 3. 1 və 3. Və olur nə qədər? 23, 113. Belə bir cavab gözümə dəymirək mənim. 23, 113 deyilsən, burada cavab bir variantına gedəcəkdir. Sonraki suala baxıram. Bu 8, indi 9'a baxıram. 9. sual da yine eyni suallardandır. Yani burada fərqli bir şey yoxdur. Sadəcə bura gərginlik əlavə ediblər, U'dur. Məsafəmiz D'dir. Mühitin dielektrik nüfuzluğu da epsilondan ibarətdir. İndi gəl oxuyaq verilənlərimizi buradan. Deyir ki, müstəvi kondensatorun elektrik tutumu, müstəvi kondensatordan söhbət gedirsə, tutumun düsturu epsilon 0 vurulsun S bölünsün D'dən ibarətdir. Nə ilə düz asılıdır? Həm epsilonun, həm də S ilə düz asılıdır. Yəni tutum. Buradan da bizə dielektrik nüfuzluğu verildiyinə görə buraya 3 yazacağım. Tərs mütənasib asılıdır. Gördüyümüz kimi tərs asılı, bu məsafə ilə tərs asılıdır. Onda bura 2 məsafəmizi yerləşdirəcəm. Sonra isə nə deyir? Kondensator aslı deyil. Yəni yük, tutum nə yükdən, nə də U'dan bu fiziki kəmətlərin heç birindən aslı deyil. Burada gərginlik verilibdir. Deməli bu gərginlikdən də aslı deyil. 1 bura gedəcəkdir. Verilmiş kondensatorun elektrik sahəsinin enerjisi kvadratı ilə düz mütənasib asılıdır. Bax, indi burada da gərginlik var. Deməli, gərginliyə görə enerjimizin düsturunu yazırım. CU'nun kvadratı bölünsün 2. Verilmiş kondensator deyəndə yan tutum sabitdir. Gərginliklə elektrik sahəsinin enerjisi düz və kvadratik şəkildə asılıdır. İndi bura bir uyğun gəlir. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun elektrik sahəsinin intensivliyi. Deməli, elektrik sahəsinin intensivliyi sabit gərginlik mənbəyinə qoşulmuş deyirsə, U bölü D olur və deyir ki, intensivliyin tərs mütənasib asılıdır. İntensivlik gördüyümüz kimi məsafə ilə tərs asılıdır. Məsafə də burada 2'dədir. İndi tapdığımız cevaplarımızı yerləşdirək. 2, 3, 1. Buradan qeyd edirəm. 2, 3, 1. Sonra isə 1, 2. 1, 2, 23, 112. Və bu sualda cevap B variantına gedir. Ay yox, buradan mən 3, 2'dir. Niyə onu mən elə yazdım ki, səhv yazdım. 3, 2, 1 və 12. 32, 112. Cevap burada B variantı. Doğrunu yazmışıq, amma yanlış rəqəmləri seçirik. 10-cu sualda sabit gərginlik mənbəyinə qoşulmuş. Deməli bu o deməkdir ki, düsturlarımızın içində mütləq sabit hərf, yəni gərginlik olmalıdır. Hər ikisində həm elektrik yükündə, həm intensivində uyğunluğa baxın. Elektrik yüküdür, intensivimiz də bizim Y olacaqdır. İndi mən birinci elektrik yükünə baxıram.
Elektrik yükümün düsturu elə eləyəcəm ki, orada gərginlik olacaqdır. Bu düsturumuz da SU-dan ibarətdir. Bizə buradan müstəvi kondensator deyirsə, onda C-ni bu cür şəkildə saxlamıram. C-nin yerinə yazıram epsilon, epsilon 0 vurulsun S, bölünsün D-ni yerləşdirirəm. İkinci vəziyyətimiz intensivliyə baxırım. İntensivlik də Y bərabər U böl D-dən ibarətdir. Bax, sabit hərflər hər iki hissədə yerində dayanıbdır. İndi görək buradan bizim gözümüzə nə dəyir? Deyir ki, lövhələr arasındakı məsafə ilə tərs asıdır. Həm yük məsafə ilə tərs asır, həm intensivlik məsafə ilə tərs asıdır. Bu onların ortaqlarına gedir. Birinci şərt ortaq gedir. İki tərəf deyir, dielektrik daxil etdikdə artar. Dielektrik epsilonu gördüğümüz kimi epsilon yüklə düz asılıdır. Yəni buradan daxil etmək dielektrikin artmağı deməkdirsə, onda yükümüz də bizim artacaq. Amma intensivlikdə dielektrik nüfuzluğu yoxdur. Yəni bu ikinci şərt yalnız yükə uyğun gələcəkdir. 3 də sahədən asılı deyil. Gördüyümüz kimi yük sahəli asılıdır, düz asılıdır. Amma intensivlik asılı deyil. Onda asılı olmayan bu intensivliyə uyğun gəlir. 4. Lövhələr arasındakı mühitin dielektrik nüfuzluğundan asılı deyil. Yük asılıdır, amma gördüyümüz kimi intensivlik U və D-dən asılıdır. Buna görə burada dielektrik nüfuzluğu yoxdur. Yəni bax, bu ifadə yoxdur deyir. Deməli, intensivlik asılı olmur. Dördüncü şərt intensivliyə gedir. 5-də lövhələrin sahələri ilə düz mütənasib asılıdır. Buradan da gördüyümüz kimi yük sahə ilə nə cür asılıdır? Düz asılıdır. Və bu 5-ci şərtdə yükə gedəcəkdir. Cavab nə olur? 2, 5, 3, 4, 1-dən ibarət olur. Deməli 1, 2, 5, 2, 3, 4 və bu da 1 uyğun gəlir. İndi görək bunun hansı variantdadır? 2, 5, 3, 4, 1. 10 olur D variantı. 11-ci suala baxın. Sabit gərginlik mənbəyinə qoşulmuş. Aha, bu deməkdir ki, yenə düsturun içində gərginlik, yəni bu sabit tərif mütləq olmalıdır. Daha sonra müstəvi kondensatorun elektrik sahəsinin enerji sıxlığının lövhələrin sayəsinin asılı qrafiki hansıdır? Bir də deyir ki, lövhələr arasındakı məsafə sabitdir. Məsafə deyir konstantdır. Bilirik ki, konstantlar, yəni sabit hərflər düsturlarımızda mütləq olasıdır. İndi enerji sıxlığıma baxıram. Enerji sıxlığımın əsas düsturu elektrik sahəsinin enerjisinin həcmi olan nisbətidir. Buradan əgər gərginlik sabitdirsə, dedi ki, elektrik sahəsinin enerjisinin yerinə CU-nun kvadratı bölünsün 2-ni yerləşdirəcək. Bax, bunu yerləşdirəcəm. Onda bu ifadə olur bu şəkildə. C-unun kvadratı bölünsün 2'dir. Sonra burada həcmdir. Həcmin də yerinə dedik ki, həmişə sahə vurulacaq deyə məsafə yazacağım. Onda həcmin də yerinə sahə vurulsun deyə məsafə yazırım. Sonra buradan görürük ki, bizə müstəvi kondensator deyir. Müstəvi kondensator deyirsə biz tutumu artıq bu şəkildə saxlamırıq. Tutumun yerinə yazırıq ki, buradan epsilon, epsilon 0 vurulsun S bölünsün D-ni yazıram və digər hərflərimizi buradan köçürdürəm, bura yazıram. Bax, digər tərəflərimizi bura köçürdürəm. Burada nə var? Sürətdə U-nun kvadratı var. Məxrəcdə 2, S və D var. Buradan S-lərimiz ixtisar olunur. Bunları silirəm, buradan ixtisar olunur və sonda nə qalır? D və D. D ilə D bir-birinə vurulur. Olur D-nin kvadratı. Bir də burada U kvadratı var. U kvadratını bunlara mehriban şəkildə yazaq. Düsturumuz bizim olur. Bundan ibarət. İndi də görürük ki, bizim son dayanacağımız, son tapdığımız hissədə sahə gözümüzə dəymir. Bu deməkdir ki, elektrik sahəsinin enerjisi sahədən asılı olmur və 11 gedir C variantına. 12-yə baxaq. 12-də sabit gərginlikdir və məsafəmiz dəyişməyəcəkdir. Qeyd edək bunları. U-muz konstantdır, yəni gərginlik düsturda olacaqdır və sahə də deyir sabitdir. İndi baxaq bizim buna uyğun hansı düsturumuzu yaza bilərik. Bax, elektrik sahəsinin intensivliyin düsturu U bölünsün D-dən ibarətdir. Gərginlik buradan dəyişmir, düzdürmü? Gərginlik buradan dəyişmirsə, da məsafənin D-nin yerinə mən heç nə qoya bilmirəm. Elə sadəcə məsafədir. Deməli, intensivlik sahə ilə gəlir çıxır ki, buradan asılı olmayacaqdır. Məsafəmiz də bizim məsafəni də deyir ki, sabitdir. Yəni D-də konstantdır. Bu deməkdir ki, bu iki sabit hərflər düsturumuzda var. Və bundan artıq mən düstur təyin edə bilmirəm. O böldü. Yəni sahədən də asılı olmur. Deməli 12B variantına gedir. 13-ə baxaram. 13-də sabit gərginlik mənbəyinə qoşulub, lövhələr arasındakı da məsafə sabitdir.
Deməli, düsturda həm gərginlik olacaq, onu konstant verir, həm də deyib bizim məsafəmiz olacaqdır. Bu iki düstur tapdığımız düsturun içində bu fiziki kəmiyyətlər mütləq olacaqdır. İndi elektrik sahəsinin enerjisini düsturun yazıram. C-U'nun kvadratı bölünsün 2'dir və müstəvi kondensator deyirsə, C-ni C kimi saxlamırıq. Yerinə bunu yazırıq biz. Epsilon 0 vurulsun S bölünsün D-ni yazırıq. Gördüyümüz kimi gərginlik sabit, D məsafəm sabitdirsə doğru düsturu təyin etmişik və buradan da elektrik sahəsinin enerjisi sahə ilə düz asılıdır. Düz asılığımızın da qrafiki buradan 13-dəki D variantı kimi öz əksini tapacaqdır. 14'e baxaq. 14'də sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun elektrik sahəsinin enerji sıxlığının məsafədən asılığı hansıdır? Yenə gərginlik mənbəyinə qoşulmuş deyirsə, bu konstantdır. Amma əgər deyilsəydi, gərginlik mənbəyindən ayrılmış, onda Q konstant olardı. Ayrılmış desəydi, Q konstant olardı. Qoşulmuş deyirsə, deməli, gərginliyin özü konstantdır. Sonra İndi baxıram, deyir ki, məsafə ilə nə cür asılıdır? Elektrik sahəmizin enerji sıxlığının əsas ana düsturu elektrik sahəsinin enerjisinin həcmi olan nisbətidir. Dedi ki, elə olanda gərginlik sabitdirsə, elektrik sahəsinin enerjisinin yerinə C-nin kvadratı bölünsün 2-ni yazıram. Həcmin də yerinə həmişə ST-ni götürürük, yazırıq buradan. S vurulsun deyə, yəni sahə vurulsun məsafədir. Hələ bizdən düsturu tamamlamamışıq. Müstəvi kondensatordur. Müstəvi kondensator deyirsə, S-nin də həmişə yerinə epsilon 0 vurulsun S bölünsün D-ni yazırıq və S-lər ixtisar olunur. Buradan S-ləri elə gəlin yeridəncə ixtisarını aparaq. Buradan getdi. Sonra nə görəm? D də D-yə vurulanda bu da eləcəkdir D-nin kvadratı. Belə yazıram və elektrik sahəsinin enerji sıxlığı məsafə ilə tərs kvadratikasıdır. Tərs asılığımız məxrəcdədirsə, tərs asılığımızın qrafiki belə olur. İstər kvadrat olsun, istər məxrəcdə kökün altında olsun, fərq etmir. Məxrəc isə bu tərs asılığımızın qrafiki bu şəkildə gedir. 15'e baxaq. 15-ci sualımızda yine bizə buradan deyir ki, müstəvi hava kondensatorun gərginliyi məsafədən asılığı var və enerjinin məsafə ilə asılıq qrafiki hansıdır? Birinci görürəm ki, gərginlik xəttim şaqilidir və xətt buna perpendikular gedirsə, bu gərginliyin sabit olmağını verir. Yəni, o konstantdır. Deməli, düsturumuzun içində sabit hərf olacaqdır. İndi elektrik sahəmizin enerjimizin düsturu gərginlik sabit olduğu üçün C-U'nun kvadratı bölüsün 2-ni götürürük. Digər yandan da müstəvi kondensator deyir. Onda C-ni C şəklində saxlamıram. Həmişə yerinə epsilon 0 vurulsun S bölünsün D-ni yerləşdirirəm. Və buradan da görürəm ki, elektrik sahəsinin enerjisi məsafə ilə tərs asır. Bu ikini önə ataq belə. Məsafə ilə tərs asıdır. Tərs asılığımızın qrafiki buradan 15'də B variantı kimi gedəcəkdir. 16'ya baxaq. 16'da yenə görürəm ki, buradan nədir? Gərginlik konstantdır. Deməli, yenə düsturun içində gərginlik olacaqdır. Bax, indicə ilə 15'də bu düsturu çıxartmışdıq da biz. 15'də biz nə gördük? Buradan deməli, enerjim sahə ilə nə cür asılı oldu? Gəldi, düz asılı oldu. Düz asılığımızın da qrafiki burada olacaqdır. C variantı. Bu neçənci sual oldu? 16 C variantıdır. 17'yə baxıram. Yenə görürük ki, buradan gərginlik dəyişmir. Deməli, U konstant olacaq. Düsturun içində mütləq U olmalıdır. Sonra yükün məsafə ilə asılılığını soruşur. Yükün onda düsturu C-U kimi yazacağım. Çünki U konstantdır axı. Amma müstəvi kondensator deyəndə C-ni olduğu şəkildə saxlamıram. Bu epsilon olan düsturunu yazıram. Epsilon 0 vurulsun S bölünsün D-ni yazdıq və gördüyümüz kimi yük məsafə ilə tərs asılıdır. Tərs asılığımızın qrafiki A variantına gedir. 18. Buradan yenə görürəm ki, gərginliyimiz sabitdir. İndi demək ki, U düsturumuzun içində olmalıdır. Və bundan öncəki sualın izahına da baxın ki, bərabərdir C-U olduğuna görə müstəvi kondensatorda deyilir. Deməli, C-ni yerinə yazırıq ki, epsilon 0 vur S bölünsün D-ni yazdıq və gördüyümüz kimi yükdə sahəli düz asılıdır. Düz asılığımızın qrafiki 18'də A variantıdır. 19'a baxaq. Müstəvi hava kondensatorun sabit gərginlik mənbəyinə qoşulubdur. Deməli,
U konstantdır. Gərginlik mənbəyinə qoşulduğuna görə kondensatorun lövhələr arasındakı məsafəni artırdıqda, indi kondensator üçün məsafəni artıranda tutumun düsturu nə cür idi? Epsilon 0 vurulsun S bölünsün D-dən ibarətdir. Burada məsafəni artıranda tutum bununla məsafə ilə tərs asıdır. Onda tutum azalacaqdır. Tutumun yerinə azalmaq yazılır. Çünki kondensatora görə deyil məsafəni artıranda. Yükə baxdıq desəm, yükün düsturu Q bərabər CU-dan ibarətdir. Yenə C-nin də yerinə bu bayaq dediyimiz ifadəni yazsaq, epsilon 0 vurulsun S bölünsündür. Önündə də bir gərginlik var idi. Gördüyümüz kimi yük də tutumla məsafə ilə tərs asıdır. Məsafəm artarsa yüküm azalacaqdır. Deməli bu azalmış olur. Hər ikisi azalacaqdır. 19C variantı. Ya da bunu belə yaza da bilərsən. Q bərabər deyilmi CU? Tutum necə dəyişirsə yük də onunla eyni şəkildə dəyişəcək. Yəni tutum azalırsa yük də azalacaqdır. Yəni belə də yanaşa bilərik. 20-ci sualda kondensatorun lövhələr arasındakı məsafəni azalt. 20-ni yazmaq istəyən 21-ə baxsın. C dedik nə cür idi? Epsilon 0 vurulsun S bölünsün D-dən ibarətdir. Məsafəni azaldanda bu D idi məsafə. Məsafəni azaldaramsa tutum o zaman artmış olacaqdır. Çünki niyə tərs asıdır? Tutum artarsa Q də bərabər CU olduğuna görə onda yük də artacaqdır. Tutum artdısa deməli buradan yük hər ikisi artacaqdır və 20 Y variantıdır. 21-ə baxaq. Belə çevirək. 21-də müstəvi hava kondensatorun sabit gərginlik mənbəyinə qoşulubdur. Deməli, düsturda gərginlik hərfi, yəni fiziki kəmət bu iştirak hissəsidir. İndi baxıram, kondensatorun enerjisi və elektrik sahəsinin intensivliyi. Kondensatorun enerjisinin, bax bu düsturun yazıram, gərginliyin sabit olan tərəfini yazıram, C²2. Kondensatorda tutumun sabit olmağı deməkdir, onun üçün bunu da yazırıq ki, bu da olmalıdır. Digər yandan da nə dedi bizə buradan? Məsafəni artırmaq. Kondensator dediyinə görə tutumun da yerinə yazıram. Epsilon 0 vur S bölünsün D-ni yazdıq burada. Məsafəni artırmaq deyirsə, məsafə ilə enerjimiz tərs asıdır. Məsafə artarsa, elektrik sahəsinin enerjisi azalmış olacaqdır. İndi intensivliyə baxıram. İntensivlik isə U bölünsün D-dən ibarətdir. Gərginlik sabitdir, bunu bildik. Məsafə ilə də intensivlik tərs asıdır. Məsafəni artıranda intensivlik azaldı. Hər ikisi onda azalacaq və 21A variantıdır. 22 də eyni sualdır. Məsafəni azaltmaq deyirsə, yəni D-ni azaldırıq da biz. Elektrik sahəmizin enerjimizin düsturu C²2, C-nin yerinə epsilon 0 vurulsun S bölünsündür və bir də onun kvadratını yazırıq. Çünki gərginlik sabitdir. Sabit hərfə görə düstur yazılır. İndi məsafəni azaldarsa, gördüyümüz kimi elektrik sahəsinin enerjisi artacaqdır. Belə intensivlimizin düsturu dedik ki, U bölünsün D-dən ibarətdir. İndi məsafə azalarsa, intensivlik də artmış olacaqdır. Məsafəni azaldaramsa, intensivlik artacaq. Deməli, hər ikisi artacaqdır və artarsa cavab 22-də Y variantıdır. 23-cü sualımıza baxıram. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun enerjisi 20 milli-jouldur. Kondensatorun lövhələr arasındakı dielektrik nüfuzluğu 5 olduqda və bunu doldurduqda onun elektrik sahəsi enerjisi nə qədər artır? Bax, o nə qədər artır bilirsiniz nə deməkdir? Enerjimizin dəyişməyi. Yəni bu nə deməkdir? Biz bunu tapmaq üçün, bu enerjimizin dəyişimini tapmaq üçün ikinci enerjidən birinci enerjimizə çıxacaq. Bir fikir verin bura. Bax, bu sarı olan hissə. Həmişə necə danışmışdıq? Nöqtəyə və yaxud da vergülə qədər verilən tərəflər bizim birinci hissələrimizdir. Deməli, birinci elektrik sahəmin enerjisinə 20 milli-joule veribdir. Bir də deyir ki, müstəvi hava kondensatoru. Müstəvi hava kondensatorunda ayağına bir ya da hava da yaza bilərəm ki, bunun da elektrik nüfuzluğu 1-ə bərabərdir. Sonra gələn digər ikinci şərt. Bax, cümlədən sonra gələn ikinci şərt. Bura bizim ikinci şərtimiz. İndi yazıram. Mənə lazımdır ki, mən ikinci enerjimi tapım. Sonra enerjimin dəyişməni tapmaq üçün ikinci və birincidən fərqi çıxaracağım. Və digər vəziyyətimiz də bizim burada ikinci tərəfimizdəki dielektrik nüfuzluğumuzu bizə 5 veribdir. Bu belə. Buradan da gördüyümüz kimi sabit gərginlik mənbəyinə qoşulmuş dediyinə görə
Tapdığımız düsturun içində gərginlik hərfi mütləq olasıdır. İndi başlayıram yola çıxmağa. Elektrik sahəmizin enerjimizin düsturu C(U)nun kvadratı bölünsün 2-dir. Gördüyümüz kimi burada dielektrik nüfuzluğu var deyə artıq mən C-ni olduğu şəkildə saxlamıram. Həm də müstəvi hava müstəvi deyir axı. Müstəvidə tutumun düsturu epsilon 0 vur S bölünsün D-dən ibarətdir. Bu hissələrimi də bura köçürdürəm. Sürətdə U-nun kvadratı, məxrəcimizə də 2-dir. Yəni, bax, gördüyümüz kimi gərginlik sabitdir. Ona görə bu sabitlər düsturda öz əksini tapacaqdır. Sonra mən gəl istəsən elə bunu birbaşa bərabər edim. Buradan elektrik sahəmizin enerjisinə. Daha sonra mən nə görəm burada? Elektrik sahəmin enerjisi dielektrik nüfuzluğu ilə düz asılıdır. Ona görə başlayıram buna nisbət qurmağa. İkinci enerjimin birinci enerjiyə nisbəti dielektrik nüfuzluğun ikincisinin birinci olan nisbətidir. İkinci dielektrik nüfuzluğun 5-dir, birinci də 1-dir. 5-i 1-ə böləndə bu bizə 5 verdim. Düsturu da buradan silək, bu bizə lazımdır. Yəni nisbət bizə 5-ə bərabərdir. İndi ikinci enerjimi tapıram. İkinci enerjini tapanda olur bu belə. W2 bərabərdir 5 W1-ə. Və bizim buradan birinci enerjimiz nə qədərdir? Birinci enerji 20-dir. Onda 5-i vurdum 20-yə. Bu elə də 100 millijoule. Hələ darıxma, cavabı tapmamışam. Bizə necə dəyişdiyini artarı soruşur. Artar onun dəyişimidir. Nə tapdıq biz buradan? V2 çıx V1 deyilmi? Deməli, gəl altdan yazıram. Enerjimizin dəyişimini tapanda son enerjidən başlanğıc enerjimizi çıxıram. Son enerjimiz 100-dür. Başlanğıcı da özü bizə 20 vermişdi. 100-dən də 20-ni çıxanda bunun artım fərqi nə qədər olur? 80 millijoule olacaq. Amma ikincini, konkret ikincini soruşsaydı, onda 100 olardı. Yəni, amma enerji dəyişməyini 100-dən 20-ni çıxacaqlar. Hər ikisinin yəni fərqi deməkdir. Cavab 80 olur. Və indi 24-ü yazmaq istəyən 23-cü sualımızın izahına diqqətlə baxsın ki, artıq bunu mən qısa şəkildə deyəcəm. Deməli, bu birinci enerjimizi bizə veribdir 10 millijoldur. Və buradan da qeyd edirəm ki, müstəvi hava kondensatoru. Bu bizim ilk verilən tərəflərimiz, birinci hissələrimizdir. Birinci dielektrik nüfuzluğumuz havadır. Havada dielektrik nüfuzluğu 1-ə bərabərdir. Sonra artıq gələn bu hissəmiz bizim ikinci tərəflərimizdir. İkinci tərəfimizdəki enerjimi bilmirəm. İkinci tərəflərimizdə dielektrik nüfuzluğunu isə bizə 7 veribdir. Və indi davam edirəm. Mənə yenə deyir ki, enerji nə qədər artar, yəni nə qədər dəyişəcəkdir. Biz W deltanı tapmalıyıq. Bunun dəyişimini nə cür tapacaq? Dedik, bunun da açılışı nə cürdür? Son enerjidən başlanğıcı çıxacaq. Başlıq var, amma 2 yoxdur, onda bunu tapacaq. İndicə düsturumuzu çıxartmışdıq. Düstur bu şəkildə olurdu və sabit gərginlik mənbəyinə görə deyirsə, U-muz bizim konstantdır. Ona görə elektrik sahəmizin düsturunun yerinə C kvadratı bölünsün 2 yazıram. Dedik ki, C-nin də yerinə gətirirəm, yazıram bu ifadəni. Gəl buradan gərginliyi silin, bunu sərgəli yazaq. Deməli, epsilon 0 vurulsun S bölünsün D. Məxrəcində 2 və burada da U-nun kvadratı var. Gördüyümüz kimi bu dielektrik nüfuza düz asılıdır. Bu da deməkdir ki, ikinci enerjimin birinciyə nisbəti, ikinci dielektrik nüfuzluğunun birinciyə nisbəti. İkinci dielektrik nüfuzluğu 7, birinci də 1 olduğuna görə 7-ni 1-ə bölmək bu nisbət bizə gəlib 7-ni verəcəkdir. Oradan da ikinci enerjimi tapanda 7 W1-ə çarpaz vurulur. Yəni ikinci enerjim bərabərdir 7 W1. Buradan da birinci enerjimizdə 10 millijoule veribdir. 7-ni də ona vuranda bu 70 millijoule elədir. İndi son enerjim 70, başlıq da 10 verdiyinə görə burada enerjimin dəyişimi, yəni artımı 60 millijoule olacaqdır. Çünki ilk öncəki 10 idi, sonraki oldu 70. Yəni 70-dən 10 da çıxdı, bu 60 millijoule oldu. Beləliklə suallarımızın sonuna gəlib çatdıq. İzahlar sizə faydalıdırsa, mənə dəstək olaraq videonu bəyənib, paylaşıb və həmçinin abunə ola bilərsiniz. Növbəti izahlarımızda görüşənə dək sağ olun, Allah amanında.